Okey. Bugünün taskından bir yerdə sabah gözləyəcəm. Əgər çatdırsa, sabahın bugün keçən dəfəki taskını mütləq sabah atın, amma bugün də çatdırsa üstünə yazın, bunu da atın. Okey. Okey. Onda ən azından sabah keçən dərsin taskını gözləyəcəm SQL. Danışdıq. Deməli, biz nə edirik? Buradan ekranımı sizlə bölüşürəm. Bircə saniyə. Bölüşdüm. Görürsüz ekranı. Okey. İndi biz nə edəcəyik? Collection dərsinə başlayıram sizlə. Sizinlə baxa bilmədik çünki geri həmin müddətdə siz məzuniyyətdəydiniz. Collection dərsində. Collection nədir? Bizim indiyə qədər array list keçmişdi, yəni sizlə array list, yəni bir neçə dənə dataları arrayın içinə yığmaq. İndi onun biz artıq massivi keçirdəcəyik array listə. Baxın, yenidən proyekt yaradıram. Proyekti yaratdım. Bir dənə bu yüklənsin. Hər şey yükləndi. Sistem hazırdır. Biz keçən dəfə sizlə lazım deyil. Okey. Hə, biz sizlə keçdiyimiz mövzular nələr olmuşdu? Baxın. Məsələn, string tipində bir şeylər də. Alice olsun. Bob olsun. Marley olsun. Customer 2, 3. Okey. Əvvəllər bu yadınızda bu string tipində bir şeylər yaradırdıq. Bunları bilirsiniz. Bir də biz nə edirdik? Bunların üçünü də massiv kimdə yarada bilirdik. O da necə olurdu? Baxın. Mən massiv nə deməkdir? Yəni birdən daha çox dəfəni massivdə saxlayıram da, düzdür? Mən yazıram bura string. Bir də bu massiv işarəsini qoymaq o demək ki, artıq bir neçə datanın içine yaza bilərəm. Customers. Bizim dildə yazacağım. Müştərilər. Bərabərdir. Burada bütün bu müştəriləri bunun içində yaza bilirəm rahatlıqla. Birinci müştərim var. İkinci müştərim var. Üçüncü müştərim var və s. Okey. Mənim hal-hazırda 3 dənə müştərim var. Bura qədər aydındır. Okey. Və biz bunu yadınızdadırsa çapa necə verirdik? For each yazırdıq. For. Tipim nədir mənim? String. String yazıram. Müştəri. Və bunu götürüb atırdım bura. Hansı ki for each məntiqidir. Müştəriləri. Bir dənə burada sistemə alıb müştəri versəm. Mən run edəsəm, üçü də müştərinin gəlib ekrana çıxacaq. Bunlar heç lazım deyil. Run etsəm, 3 dənə müştərinin üçü də ekrana çıxacaq bu formatda. Okey. Alice, Bob və Marley. Çünki list olaraq forun içinə saldım və hər birini ayrı-ayrılıqda bir-birini çapa verdim. Bu hissəsi də belə. Daha sonra bizdə hal-hazırda mövzu nədir? Bizim indi ən önəmli mövzumuz gedirik nəyə? Collectionlara gedirik. Collection nədir? Baxın, burada biz fikir verin. Deyək ki, Marley var, düzdür. Mən bunu bağlayıram. Baxın, system out. Müştərilərin deyək ki, birinci müştərini çağırsam kim gələcək? Alice, Bob gəlir, düzdürmü? 0, 1, 2. Bax, 1 yazan kimi Bob gəldi. Amma mən 3 yazsam, burada 3 yoxdur axı. 0, 1, 2 var. 3 yazsam avtomatik nə baş verəcək? Index out of bounds exception alıram. Düzdür? Index deyir, out of bounds exception. Array index out of bounds exception. Yəni deyirsən 3 istəyirsən, 3 məndə yoxdur. Məndə cəmi 0, 1, 2 dənədir. Ona görə də burada array list bizim köməyimizə gəlir çatır ki, biz artıq belə xətalara yol vermiş olmayaq. Bizim listimizin içi bir də manual belə yazmayaq əlimizdən. Vergül, təzədən vergül yazmayaq. Belə yazmayaq. Manual avtomatik özü böyümüş olsun. İndi biz elə bir şeydən istifadə edəcəyik. Okey. İndi başlayırım o nə olduğunu izah etməyə. Bura qədər bizim keçdiyimiz nə idi? Sadə arraylər. İndi isə keçirik collectionlara. Collectionlar. İndi bunu izah edəcəm. Bu daha sadə, daha da optimal vəziyyətdə bir kod. Baxın, bu yazışı gördünüz də, düzdür?
Adi tabletkalara aptekdən deyirik, bir list tabletka var. Yəni listin içində bir neçə tabletka olur da, paçka. Mən yazıram list. Yəni bu o demək ki, bir neçə dənə içində datam olacaq. Datamın tipi nədir? String ola bilər, int ola bilər, char ola bilər. Mən deyirəm string. Bunu da bir ki, onun içində yazacağam adları. Deyirəm listin tipi string olacaq. İçində stringi bir fikirləşində spazmagon listi. Bu list içində ancaq spazmagonları saxlayır. List string. Bunu bağlayaq, bizə lazım deyil. Və deyirəm ki, burada eyni yuxarıdakiləri yazıram. Müştərilər bərabər new array list. İndi artıq mən bir-bir burada manual əlavə etməyimə ehtiyac yoxdur. Bir dənə o müştəriləri çağıracağam. Müştərilər nöqtə add nə deməkdir? Əlavə et deməkdir. Add deyirəm, içinə də yazıram artıq nə? Yuxarıdakı Alice belə yazıram. Alice. Eynən də davam edirəm. Bob və Marley. Üçündə yazdım. Aydındır. Rəna xanım oradasınız. Okay. Üçünü elədim. Bir dənə list yaratdım. Dediyim kimi spazmagon ya da tabletka listi. Bu mənim tipim burada string olacaq. String deməkdir adları saxlayır. Ona görə mən bunun içinə nə verdim? Adlar. Mən əgər bunun içinə baxın rəqəm yazmaq istəsəm, götürmür. Deyir ki, sən deyir string yazmısan, amma deyir int göndərirsən. Ona görə də icazə vermir. Tipim nədir? Bura nə yazmışamsa, bura daxil elədiyim tiplərin hamısı o tipdə olmalıdır. Amma mən bura integer yazsaydım, baxın bu işlədi çünki bu intdir. Amma bunlar işləmədi çünki bunlar stringdir. Mənası buydu. Okay. İndi bir dənə qaldı bunlara çapa vermək. Eyni bu məntiqlə bunlara çapa verə bilirsiniz. For məntiqlə. For. Baxın bu string müştəri, müştərilər. Eynən yuxarıdakı məntiqləndir. Müştərini ekrana versəm, yenə də run etsəm, eyni nəticə çıxacaq. Alice, Bob və Marley. Bob və Marley. Okay. İndi gəldik biz nəyə keçdik sizlə? Collectionlar. Collection nədir? Bir cəm deməkdir, bir toplum. Bu hal-hazırda toplumdur. Nəyin toplumudur? Stringdən ibarət bir toplum, list. Sağ tərəfinə yazırıq. Bu sintaksisdir. New array list. Sağ tərəf həmişə eyni olur. Bir dənə sol dəyişir. Burada string olar, integer olar. Burada karakter olar. Cürbəcür tiplər ola bilər burada. Okay, bizdə stringdir. İndi üçün. Və daha sonra, baxın, mən nə elədim? Əd elədim. Bu müştərilər var ha. Bunun içinə əd etdikcə bu nə baş verdi? Avtomatik mən böyüyür, genişlənir. Yəni rezin kimi böyüyür. Nə qədər mən yazıramsa yazım, avtomatik bunun ölçüsü o qədər artır. Limit yoxdur. Fikirləşir, index out of bounds deyə bir xəta yoxdur burada, heç bir şey. Adi run eləsəm, görürsünüz, hamısı gəlib ekrana çıxır. Ona görə bunun ən böyük özəlliyi nədir? Dinamik, elastik olmalıdır. Yəni öz-özünə avtomatik mən biz yazdıqca dataları artır. İndi gəldik collection içində biraz oynayaq. Adi baxın, düşürəm içəri. Bunu bağlayaq. Deyirəm, sistem out, cast müştərilər nöqtə get. Məsələn, deyək ki, Bobu gətirək, Marlin gətirək. 0, 1, 2. Get 2 yazsam, avtomatik Marli ekrana çıxacaq run edən kimi. Baxın, run etdim. Marli ekrandadır. Gördünüz? Marli. Okay, Marli ekrana çıxdı. Eynən də Bob və Alice. 0, 1 yazsam Alice və Bob gələcək. Bir də bizdə remove var. Remove nədir? Adı üstündə. İngiliscə baxsaq elə müştərilər nöqtə remove silmək deməkdir. Remove. Remove deyirəm, məsələn, neçəni silək buradan deyək ki, Alice silək 0. Mən 0 ekrana yazsam, bu geriyə nə qaytarır? Baxın, boolean qaytarır. String qaytarır daha doğrusu. Sildiyi dəyəri geriyə qaytarır string. Mən təzədən gəlib for yazıb hamısına baxsam ki, həqiqətən də onu silib yoxsa yox, biləcək ki, silib yoxsa yox. İndi ekrana verəndə məndə təbii ki, ekrana çıxmalıdır. Alice-lə, yox, ekrana verəndə Bob-la Marley çıxmalıdır. Çünki 0 mən nə elədim? Remove elədim, sildim. Run edirəm. Gördünüz, Bob və Marley çıxdı. Alice nə elədi? Alice artıq remove-a görə 0-ı nə elədi? Sildi. 0-ı sildi. Bura qədər sizə aydındır hamısı.
Collection'ları baxın, biri var bir nəfər, biri var sinif, toplum. Sinif, universitetdə qrupa və yaxud da orada bir neçə nəfər olur. Əgər bir şeydə dataların birdən çox olacaqsa, məsələn, müştərinin birdən çox, adi restoran üzərindən gedək. Restoranda işçi heyəti birdən çoxdur. Deməli, restoranın işçi heyəti harda saxlanılır? Stringin içində. Məsələn, deyək ki, sizsiz, nə bilim, Əkbər var, nə bilim, Ömər var və s. və s. Bunlar restoranın müştəriləri, işçilər. Burada yazaq ki, işçilər. İşçilər. Və siz işçilərsiniz. Yəni bir şeyə bir müştərinin adı, soyadı fərq eləmir ya da əşya birdən çoxsa onu mən avtomatik copy paste edib təkrar yaratmaq üçün nə edirəm? Listin içinə yığıram. Bu olmasaydı mən gərək belə yazardım, baxın. Deyək ki, bu olmasaydı mən belə yazmalıydım. İşçi yes, bax belə. İşçi sonra işçi 2. Yəni burada Ömər. İşçi 3. Burada Əkbər. Yəni gördünüz, hər dəfə mən nə etdim? Bunların adını dəyişdim, sağ tərəfi dəyişdim. Amma indi mən bir dənə işçilər adı altında bütün işçiləri yığıram. 100 dənə olsa 100 dənə, 1000 dənə olsa 1000 dənə, bir dənə olsa bir dənə. Amma belə yazsaz, siz gərək hər artırıcısı işçi gəldikcə onlara hər bir xüsusi ad verəsiniz. 4, 5, 6, belə dəyişə-dəyişə gedəsiniz. Belə, bu şəkil. Bu nə deməkdir? Kodumuz görə qəlizləşir. Ona görə biz nə edirik? Bir dənə sadə collection, yəni bir dənə list yaradıram. List yaratdıq və adları ora yığdıq. List yaratdım. Adlar nədir? Tipi intdir. Bir dənə də ola bilər müştəri olar. Burada müştərinin adını saxlayırsınız. Bir dənə də listimiz olsun, müştərinin yaşını saxlasın. Integer olar bu da. Burada yazarsınız yaşlar. Yaşlar nöqtə add. Birinin 10 yaşı var, birinin 20 yaşı var, birinin də 30 yaşı var. Okey. Yəni baxın, bu listim mənim yaşlara baxdı, çünki int vermişəm. Bu listim də mənim adlara baxdı, çünki string vermişəm. Aydındır? Okey, super. İndi burada bizdə başqa metodlarımızdan nə var? Düşürəm içinə. Okey. Bir də bizdə belə bir metod var. Baxın, deyək ki, biz remove eləməmişik heç nəyi. Hamısını saxlamışıq. Bunları da saxlamışıq. Bir dənə adlarla gidirik. Mən deyirəm ki, işçilər nöqtə remove. Məsələn, burada nə olsun? Burada first var bizdə, düzdür. Remove first versəm, o linked listə aiddir. O linked listə birazdan keçərəm. Mən bir dənə xülasə sizə bir şey deyim. Listimin növləri var. Collection'da listin bu növləri var. Listin növləri. Hal-hazırda sizə keçəcəyim nələrdir? Array list və linked list. Array list çox sürətlidir. Amma linked list array listə baxanda daha zəifdir, sürət baxımından. Siz deyə bilərsiniz ki, bu zəifdirsə mən elə bunu işlədərəm də. Yox. Bəzi detallar olacaq ki, siz bunu yazmağınız məntiqli olacaq. Bəzi yerlər olacaq, bu məntiqli olacaq. Siz sürət istəyirsinizsə, bunu istifadə etməlisiniz. Dataların konkretliyi istəyirsinizsə, konkret dataların necə yazıbsa, eğer də sizə gəlsin, o ardıcılıqla gəlsin, onda linked istifadə edirsiniz. Çünki burada 100 dənə ad olsa, mən run etsəm, bu yazdığım birinci axırda çap ola bilər, axırı gəlib birə düşə bilər. Amma linked listə necədir? Necə yazmışsa, o ardıcılıqla işləyir. Array list və linked list. Bu array list dedim. Biz nə edirik? Array listə listi yaratdıq. Adı üstünə sağına baxın, array list yazılıb. List yaratdım, adlar yaratdım. Adın içindən bir dənə dəyərin birini sildim. Sonra adın içindən birinci dəyəri gətirdim. Yəni, bu əməliyyatları biz array listin içindən apardıq. Array list. Bir də var bizdə linked list var. İndi ona baxaq. Ona baxaq, yazaq ki, array list.
Bir də bizdə var. Linked list. O da belə yazılır. Düşürəm aşağı. Bunu bildik. İndi buraya yazıram ki, eyni məntiqdir. List, eyni yazılış, string. Burada new array list yox, new linked list yazıram. Linked list dediyim kimi sürəti zəifdir, amma dataları konkret saxlayır özündə. Bunu açıram. Açdım. İndi linked list yazıram. Mən burada nə edəcəm? Yuxarıdakindən fərqli olaraq linked listin içində, baxın, eyni məntiqdir. Ekrana vermə hamısı yenə eyni işləyir. For yazırsınız, string tipində verirsiniz, müştəri yazırsınız və eynən müştərini ekrana verəndə eyni məntiqlə işləyir. Run eləsəm, baxın, Rəna, Əkbər, Ömər yenə gələcək. Burada bunun fərqli metodları var öz içində. O da nədir? Biri budur. Deyirəm ki, işçilər nöqtə remove remove first yazaq, yoxsa necə yazaq? Remove first bunu da işləməyəcək. Remove first'ın işləməsi üçün işçilər 2 nöqtə remove. Bu Java yeni versiyanı istəyir. Oradakı bizdə indi daha doğrusu köhnə versiyanı istəyir. Yeni bunu artıq dəstəkləmir. Ona gibi biz yeni ilə yazıq. Köhnə bizə lazım deyil. Bunun ən önəmli xüsusiyyətlərindən biri nədir? Daha zəifdir sürəti, dataları daha konkret emal edir. İçəridə olan bütün adlar, yəni Rəna, Əkbər və Ömər bir-birinə link olaraq bağlanmışdır. Yəni, necə ekrana yazmışamsa, o arcıqında ekranda run eləyəndə el arcıqında çıxacaq. Dəyişmə ehtimalı nədir? Yoxdur. Bu linked listin ən önəmli xüsusiyyətlərindən biridir. Və daha sonra bir də bizdə üçüncünü də biz sizə izah eləyəcəm collectionlardan. Array listi izah elədim. Linked listi izah etdim. Bir də üçüncü nədir bizdə? Set, hash set. Set. Bu nə deməkdir? Məsələn, müştəri qeydiyyatdan keçir. Hər müştərinin cəmi bir dənə email ola bilər. Məsələn, mən girdim, mənim emailimlə sərçigin başqası ya da kimsə girib qeydiyyatdan keçə bilməz. Bunun üçün nə istifadə edirəm? Bunun üçün hash set istifadə edirəm. Və gəlirəm bura. Burada list yazırdım axı bayaqdan. Amma burada list yox, set yazıram. Set, string, tipim string. Daha baxın, brilliant açdım. Yazıram bura string. Deyirəm, indi işçilər 3 bərabərdir. New hash set. Bayaqdan array list yazırdım. İndi hash set yazıram. Bir də bunu import edirəm. İndi düşəcəm aşağı. Eynən bu adları yazıram. Üçünü də yazdım. Amma burada bir dənə fərq var. Bu dəfə adlarına yox, maillarına işləyək. Deyirəm ki, işçilər 3 nöqtə add. Yazaq ki, bura. rena@mail.com, sonra anar@mail.com, sonra ilkin@mail.com, həsən@mail.com, bir də zərifə@mail.com. Baxın, Həsənin yerinə mən yenidən Rəna yazıram. Rəna gözü təkrarlanır burada, görürsünüz. Mən düşürəm aşağı, heç nə yox. Ekranı çaxa verirəm. İndi baxın, mən Rəna bir dənə var, Anar bir dənə var, İlkin bir dənə var. Amma Rəna bir dənə də var. Kopya 2 dənə Rəna var burada. Zərifə də bir dənədir. Nədən 2 dənədirsə içəridə? Birini avtomatik nə edir? Sındırır. Deyir, belə bir şey olmaz. Baxın, amma run eləsəm, hətta bura Rənanın sayını artıraq, 4-dən 5-dən yeyək. Run eləsəm, cəmi bir dənə Rəna çıxacaq. Baxın, Rəna bir dənə çıxdı. Zərifə, Anar, İlkin. Amma bir dənə də Rəna var. Nəyə görə? Çünki Rəna set yazırsınızsa, bu setin mənası odur ki, hash set. Set. Deyir, içəri verəndə dataları eyni kopya datan bir dənə ola bilər, 2 dənə ola bilməz.
İndi adi bu misal göstərim. Listə qaytarıram. Bir yaxud ictimai list. Və listə qaytaranda indi run eləsəm hər şeyi göstərəcək mənə. Çünki listədə bir limit yoxdur ki, bir addan bir dənə olsun. Listədə ki, nə varsa elə olduğu kimi də mən sənə verəcəm. Baxın, gördünüz. Rəna nə qədər varsa, 1 rəna, 2 rəna, 3, 4, 5 rəna. 5-in də hamısını çıxartdı. Amma bir dənə bunu listə çevirəndə olaylar dəyişir. Setə. Setə çevirəndə olaylar dəyişir. Ancaq fərqliləri götürür, çapa verir, ekrana çıxardır. Aydındır? Yes. Okay. Həşiyyətə təkrar olmaz. Ekrana verməkdə ancaq bu formatda yox. Belə verə bilərsiniz ekrana. Düşərsiniz aşağı. System out. Elə birbaşa işçilər 3 çağırsınız. Ekrana verirsiniz. Belə də çıxarda bilərsiniz çapa. Baxın. Onu bağlayıram. Run. Gördünüz? Massivin içində gətirdi hamısını. Bir dənə massiv, Rəna, Zərifə, Anar, ilki massiv bağlandı. Yəni adi belə də versəz, massivin içində ekran vermiş olursunuz. Bu da bu formatda. Bir də size var bizdə. Belə bir metod var. Adı nədir? Size. Yəni ölçü. Mən düşürəm aşağı. Deyirəm ki, işçilər üçün size nə qədərdir? Yəni uzunluğu nədir? İndi görək uzunluğu neçə verir. Run bunları bağlayaq. Uzunluq neçədir burada? O qədər uzunluq verəcək mənə. Run. Baxın 4 deyir. İndi bir dənə sual. Nəyə görə burada 1, 2, 3, 4, 5, 6, 7, 8 yox da 1, 2, 3, 4 dedi uzunluğu. Nəyə görə sizcə? 8 yox 4. Necə? Yox, yox, yox. Haydi baxın. Onu sildim, yenə 4 olacaq. Təkrarları saymır axı. Ancaq fərqliləri sayır. Deyir bir dənə Rəna, bir dənə Anar, bir dənə İlkin, bir dənə Zərifə. Bunlar ucu kasmır. Deyir ki, bunlar təkrardır. Mən onu saya nəzərə almıram. Amma əlavə bunu Rənanı dəyişsəm, Əkbər eləsəm, onu dəyişsəm, Samir eləsəm, avtomatik 4 olacaq necə? 6. 4 oldu nə? 6. Çünki fərqliləri sayır ancaq burada. Okay. Mən indi burada detallı yazım, yadınıza düşəcək. Biz nələr izah etdim. Array list. Linked list. Bir dənə də set. Set. 3 dənəsini izah edelim. Array list necə oldu? Daha sürətli dataların ardıcıllığı qorunmur. Bu isə sürəti daha az, data ardıcıllığı qorunur. Amma set isə nə edir? Set isə eyni dəyərdən cəmi bir dənə ola bilər. Məsələn, e-mail. Məsələn, e-mail və ya mobil nömrə. Fərqləri budur. Kod hissəsi isə yuxarıda izah etdim. Array list dedim nədir? Bu formatda. Array list cəmi çox sürətlidir. Remove metodu var. Ekrana verə bilirsiniz. Bir saniyə. Ekrana verə bilirsiniz. Birincini gətirə bilirsiniz və hər birini də ekrana verə bilirsiniz ayrı-ayrılıqda. Bu array listdir. Daha sürətlidir. Amma datalar qarışa bilər. Linked list daha zəifdir, linked list. Amma datalar qarışma ehtimalı yoxdur. Çünki bir-bir emal edib, bir-bir ekrana verir, eyni ardıcıllıqla. Amma hashtag isə ancaq fərqləri götürüb ekrana vermiş olur. 3 dənə əsas fərqləri bu oldu. İndi gəlin baxaq əlavə olaraq. Görək bunun içində başqa nə metodlar var. Onu da sizə öyrədim. Baxın, yazın işçilər 3. Bunlar qarışdırmasın bizi. Baxın. Yazıram işçilər 3. Görək içində metodlar var. Baxın. Burada size var, yəni uzunluğunu ölçür. Bunu qoysam, nə edəcək? Uzunluğunu ölçəcək. Bunu da yazırıq nəyin içində? Sistem altının içində. Başqa şey də var.
Başqa burada nə var? Deyirəm is empty. Bu yoxlayır ki, is empty mənası o deməkdir ki, yoxlayır ki, həqiqətən də bunun içi boşdur, yoxsa içində nəsə var. Deyir is empty boşdurmu? Boşdurmu? Niyə? Çünki geriyə görə nə qaytarır? Boolean. Və boolean qaytarır. Boolean mənası nədir? Ya true ya da false-dur. İndi bunu run etsəm, ekrana çıxacaq false. Nəyə görə? Çünki boş deyil, içi doldu. Doldurmuşuq axçın hamısını. Okay. Təzədən run edirəm. Həqiqətən deyir, hə. İndi deyir anar, içi boşdur. Nəyə görə? Deyir, çünki yaratmısan, amma içinə heç nə yazmamısan. Onun görə indi bu nə qaytarır? True. Yəni həqiqətən də boşdur. Amma bunu qaytarıb doldursam, təzədən run etsəm, deyəcək yox, false. Yəni yox anar, içi boş deyil, içində də dəyərlərim var. Başqa nə var burada? Bizə lazım olanlardan. Streamləri keçməmisiniz. Streamlərə gələn dərs keçəcəm, ona görə onu girmirəm. Keçdiklərimdən və sizə deməli olduğumdan bunlar dedim. Bir də burada varmışsa deyə biləcəyim bir şey yox. Streamlərdə ancaq streamləri təzə keçməmişəm. Streamləri keçən sonra digərlərini göstərəcəm. Baxın, adi bunlar hamısı streamlərdə stream. Bir dənə stream dərsini keçəndə hamısı sizə aydın olmuş olacaq. Bu formatda metodlar bunun içində var. Eynən də eyni məntiqdə linked listin içində eyni metodlar var. Eyni məntiqlə də redistin. Yəni içindəki metodlar tamamilə eynidir. Fərqi sadəcə onların performansıdır. Məsələn, atıram, ən sadə misal, siz sayt yığırsınızsa, orada array list istifadə etmək çox yerlərdə məsləhət deyil, çünki datalarınız qorunmalıdır. Amma oyun saytı yığırsınızsa, məsələn, oyundur da, oynayan yeri dondu, don açılandan sonra həmin yerdə qalmalıdır. Risk qabağa atmalıdır, yoldaşlardan geri qalmamaq üçün. Orada hə, array list istifadə etmək olar. Amma siz konkret dataları itkisi olmamasını istəyirsinizsə, müştəri datasından istəyirsinizsə, 1 zərrə belə, 1 manat belə itki olmaz, orada olsun. Onda nələrdən istifadə edirsiniz? Onda da konkret olaraq şeydən istifadə edirsiniz. Həmin bu linked listlərdən istifadə edirsiniz. Daha safe datanı emal edən collectiondan istifadə edirsiniz. Okay, aydın oldu? İndi nə suallarınız var bu collectiondan? Mən keçən dəfə qrupa bu formatda üçünü də izah elədim. Ən önəmli collectiondur. Collection iki mövzuya ayırmışam. Birinci budur. Növbəti dərsdə mən sizə collectionın streamlərlə olanı keçəcəm. Ondan sonra full sizə collection keçilmiş olacaq. İndi bu dediklərim arasında sizə nə qaranlıq qalır, nə sual varsa deyin, mən sizə hamısını izah edeyim. Hə, gəlin yazın. Aha, okey. Baxın. Deyək ki, mən bu dəqiqə oyun oynayıram, düzdür? Silah oyunu oynayıram. Məndə bir yeri dondu. Sonra don açılan kimi mən həmin köhnə yerdə qalsam, yoldaşlar məndən qabaqda olmuş olurlar. Elə ki, aramızda məsafə yaranır. Ona görə iqrada, oyunlarda heç vaxt belə bir şey istifadə eləmirlər. Sürəti çünki daha az olanlar mənə oyunda sərf eləmir. Əgər yox dondusa, don məsələn atıram 10 saniyədən sonra açıldısa, yoldaşlar olan yerə məni atmalıdır. Bu hissənin başını buraxır ki, eybi yox, anar burada dondu, bura gedir. Ordaca bunları hə, istənilən bir oyun donursa əgər oynayanda, məsələn mən özüm nə qədər uşaq vaxtım 7-8 ildə oynamışam. Oyun istənilən yerdə lag olursa, FPS düşürsə, avtomatik don açılan kimi sizi qaldığınız yerdən yox da dostların olduğu yerə atır. Çünki qaldığınız yerdə avtomatik siz dostlarınızla 10 saniyə arxaya oynayırsınız təbii ki. Onlar sizə vurur, sizə 10 saniyədən sonra gəlirkən sizə nəsə o da güllə dəydi. O da natarazlıq yaradır. Sırf ona görə oyunlarda əleyhli istifadə olunur. Yox, o konkret müştəri datasından işləyirsinizsə, 1 manat, 1 qəpik belə itkisi icazə yoxdursa, link ilə istifadə edirlər. Qeydiyyat zamanı əgər müştərinin maili, adı, soyadı bir dənə cəmi ola bilərsə təkrar olaraq, orada artıq set istifadə edirlər. Və sonra
Mən sizə ev taskları hazırlamışam, sırf izah etdiklərimə uyğun olaraq. İndi ev tasklarını izah eləyəcəm, amma sizdən bax bu 3 dənə, cəmi bu 3 dənə ev taskını yazmağınızı istəyəcəm. Biridən izah edeyim, rekorda düşsün deyə izah edeyim burada. Deyirəm level 1, customer list. Deyirəm ki, array list istifadə etməlisiniz burada. İzah nədir? Bir dənə array list yaradırsınız, mənim yaratdığım kimi. İçinə 5 dənə müştəri adları yazırsınız. 5 dənə fərqli ad. Daha sonra yazdığınız bütün adların hamısını ekrana verirsiniz. Yəni for each istifadə edirsiniz. Bütün adları ekrana çapa verirsiniz. Daha sonra həmin adlardan bir dənəsini silirsiniz onun içindən. Listin içindən bir dənəsini silirsiniz. O misal mən göstərim yazım. Dəqiqə. Ha, yazdım düzdür. Deyək ki, yazdım. Rəna, Anar, Ali, bla bla bla. Mən deyirəm ki, işçilərdən remove elə. Kimi? Məsələn, Anarı. Götürəm Anarı, atıram bura. Konkret olaraq Anarı deyirəm remove elə. Və sonra deyirəm ki, həqiqətən də ekrana ver görüm Anarı silmisənmi? Run edirəm. Həqiqətən də Rəna-nın əli qalıb. Anarı neynədi? Remove-la sildi. Burada onu istəyirəm. Remove deyirəm, istifadəçinin sil nəyə görə? Adına görə. Mən bu yaxın adına görə sildim. Siz də elə siləcəksiniz. Və daha sonra print the updated list. Ən sonunda güncəl listi təzə ekrana verin. Görün həqiqətən də ekrana çıxmış listin içində ekranda sildiyiniz gedib orada silindimi? Bu array list taskıdır sizdən istədiyim. İndi ki, dərsdən sonra otursanız, sizin əlinizdə məncə maksimum 10 dəqiqəlikdir. Daha sonra linked list var. Deyirəm ki, bir dənə də linked list yaradın. Hansı ki, içinə nələri yazın, əlavə eləyin. Linked listin içində bir dənə login və adı üstündə stringləri yazmışam. Login, upload file, logout yazın. Daha sonra deyirəm ki, insert a task in the middle. Buna baxmayın, bu ehtiyac yoxdur. Sonra deyirəm ki, remove the first and last tasks. Mən deyirəm ki, sonra buradan ilk login yazılanı, bir də logout'u silin. Massivin içindən bir bunu silin, bir də bunu silin. Ortaya dəyməyin. Yəni, nə edirsiniz? Bura yazırsınız ki, massive.remove 0, bir də massive.remove 0, 1, 2. Bu da ikinci yerdədir. 0, 1, 2. 0 və 2-ni silirsiniz, amma 1-ə dəymirsiniz. Və daha sonra deyirəm ki, array list və linked list arasında müqayisələr aparın. Görün, həqiqətən də array listlə linked listin fərqini hiss elədinizmi? İki dənə taskın arasında. Bundan sonra gəlir ən maraqlı hissə, hansı ki, unique phone number. Yəni, bir dənə telefon nömrəsindən cəmi bir dənə ola bilər. Bir telefon nömrəsindən cəmi bir ədəd ola bilər. Bir telefon nömrəsindən bir dənə ola bilər. Bunu da burada da hashtag istifadə edirsiniz. Yəni, eyni kopya bir dənə ola bilər. Deyirəm ki, bura read a list of phone numbers. Deyirəm, bir dənə list yaradın. Hashtag-lə yaradın. Amma içinə telefon nömrələri yazın. Cürbəcür telefon nömrələri yazın. Həm 50 ilə 55-dən. Amma bir dənə də kopyalayıb atın içinə bir dənə nömrəni. Və daha sonra həmin o nömrəni hamısını ekrana verin. Əmin olun ki, həqiqətən də kopyaladığınız, 2 dənə kopyaladığınız nömrə var ki, onun ikisi də gəlməyib. Bir dənəsi gəlib. Burada onu yoxlayırsınız. Necə? Hə, burada deyirəm ki, hashtagdən nömrələri yoxlayırsınız, əl telefon nömrələrini. Və ən axırda əmin olursunuz ki, həqiqətən də içəridə 5 dənə telefon nömrəsi var, 2 dənəsi kopyadır da. Məsələn, bir dənə nömrəsini çaşıb 2 dəfə yazmısınız eyni nömrəni. Əmin olmalısınız ki, ekrana verəndə həqiqətən də bir dənəsi gəlib o nömrənin. İkisini götürüb kopyalayıb atıb sizə göndərməyib. Okay. Sizdən 3 dənə taskı, cəmi mənim 3 dənə taskı ən önəmli gözləntilərim bunlardır. İndi bu taskları sabahki dərslə birlikdə, əslində buna vaxt ayırsanız, yarım saata tam təhvil verə bilərsiniz. Sabahki taskla birlikdə mənə ata bilərsiniz. SQL taskla bir yerdə. Onda siz bunu eləyin.
Sabah əgər onu düzəldəməsəz, mənə günün elə birinci yarısı tezdəndən deyin. Mən sabah bazar günü də boşam. Mən sabah dəstək olum, kömək eləyim, onu işlədim. SQL də yazın, mənə sabah da SQL təhvil verin. Sonra mən keçim nəyə? Təhvil verin ki, mən keçim qəşəng mövzular var. Collection. Məsələn, yoldaşlarımla axırıncı Spring-i keçdim. Çox maraqlı mövzu idi. Uşaqların hamısından əzizlədir, çünki ən real bir mövzudur. Bunu bitirin ki, mən Collection-ın ikinci hissəsini də, bu Collection 2-ni də sizə izah edim. Ondan sonra bir dənə də Stream izah edeyim, vəsə. Keçək birbaşa Spring-ə. Yoldaşlara da çatın. SQL zaten keçmişəm. Spring-ə keçək, yoldaşlara çatın. Çünki Spring çox maraqlıdır. Aşırı dərəcədə maraqlıdır. Okay. Onda mən imkan olsa elə mən 3-ə qədər oyağam. Bugün sizdən gözləyəcəm. Məni ata bilirsinizsə, indi yazın atın. Bu dərs indi keçdiyimi isti-isti. Necə? Yox, hələ gedir. Okay. Sabahdakı SQL mən atarsınız rekordu. İndi